Buraxışımıza işğaldan azad edilən ərazilərə aid xəbərlərlə başlayırıq. Xocavənddə 344 ev və 14 biznes subyekti internetlə daxil olmaqla telekommunikasiya xidmətləri ilə təmin olunub. Bu proses Qarabağ və Şərqi Zəngəzurun bütün şəhər və kəndlərini əhatə edir. Abonentlərin sayı isə artıq 9000-ə çatır. Hal-hazırda Xocavənd rayonundayıq. Xocavənd rayonunun 4496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut qəsəbələri, Sos, Xocavənd, Quzey Xırman, Güney Xırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə müasir tələblərə cavab verən texnoloji avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Xocavənd rayonu ərazisində internetlə daxil olmaqla telekommunikasiya xidmətləri 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib. Bu dərəcədə məsəl üçün fikirləşirdik ki, bəli, hansısa bir çətinliklər olacaq, indi təzə köçmüşük. Ancaq mən nə deyim ki, hamısına təşəkkür edirəm ki, elə müraciət edən kimi dərhal reaksiya verdilər və gəldilər, bütün problemlərimiz aradan qaldırıldı. Eşitdim ki, burada rayonda az telekom var. Müraciət elədim, səhərisi axşamı gəldi, çəkildi. Ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər, 29 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. Bu ərazilərdə 8905 abunəçi şəbəkəyə qoşulub. Rəşidə Zülfüqarova, Elgün Qəmbərov, Natiq Çıraqzadə, AZTV xəbər.